Salam əziz kimyasevərlər. Gəlin sizinlə kimyəvi reaksiyaların sürəti və kimyəvi tarazlıq bölməsində ətraflı yazılı tələb olunan tapşırıqların izahına baxaq. Deməli, birinci sualda deyir A üstəgəl 2B alınır D sistemində tarazlıq halında bütün maddələrin qatılığı eynidir. Reaksiyanın tarazlıq sabiti 16-ya bərabər olarsa D-nin tarazlıq qatılığını və B-nin başlanğıc qatılığını hesablayın. Deməli, reaksiyanı yazaq. A üstəgəl 2B alınır D reaksiyası, reaksiya dönər reaksiyadır və burada deyir ki, reaksiya qatılığı, başlanğıc və tarazlıq qatılıqlarını qeyd eləyək. Deyir, tarazlıq halında bütün maddələrin qatılığı eynidir və biz bu tarazlıq qatılığının qiymətini bilmirik. Ona görə hər üç maddə üçün tarazlıq qatılığını x ilə işarə edək və deyir ki, tarazlıq sabitimiz də 16-ya bərabərdir. Bilirik ki, tarazlıq sabiti bərabərdir. Reaksiya məhsullarının qatılıqları hasili bölünsün reaksiyaya daxil olan maddələrin qatılıqları hasili. Yəni bizdə burada deməli D-nin qatılığı bölünsün A-nın qatılığı və B-nin qatılığının hasili. Burada B-nin əmsalı 2 olduğuna görə üstü qüvvət şəklində göstəririk. K tarazlığı bizə verir 16. Ona görə yerinə qoyaq, hesablayaq. 16 bərabərdir. Deməli, D maddəsinin qatılığı, yəni x bölünsün A maddəsinin qatılığını x ilə işarə eləmişik, vurulsun. Deməli, B maddəsinin qatılığını da yenə x ilə işarə eləmişik. Əmsalda 2 olduğuna görə onu yazırıq x kvadratı. Deməli, buradan alınır x bölək x-in kubu. X-la x-in birini ixtisar eləsək, aşağıda qalar. Deməli, tənliyimiz olacaq 1 bölünsün x kvadratı şəklində. Yəni, 16 bərabərdir 1 bölək x-in kvadratı. Buradan 16x kvadratı bərabərdir 1-ə. X bizdə 0,25-ə bərabər olacaq. Deməli, reaksiyada maddələrin tarazlıq qatılıqları hər üçü 0,25-ə bərabərdir. Deməli, qeyd edirik hər üçü üçün 0,25. Deməli, buradan belə çıxır ki, D maddəsi 0,25 mol bölünsün litr alınıbdır. Çünki məhsulumuz bilirsiniz ki, başlanğıc qatılığı olmur. Əgər buradan D 0,25 mol böl litr alınıbdırsa, onda belə çıxır ki, ondan 2 dəfə artıq, çünki B-nin əmsalında 2 var, yəni 0,5 mol B maddəsi reaksiyaya daxil olubdur və A ilə D-nin də əmsalları nisbəti 1 olduğuna görə də deməli 0,25 molda elə A maddəsi reaksiyaya daxil olub. Deməli, bizdən istəyir D-nin tarazlıq qatılığını. Deməli, D-nin tarazlıq qatılığını tapdıq 0,25. Yəni, birinci cavabımız olacaq 0,25. İkinci isə bizdən B-nin başlanğıc qatılığını istəyir. Deməli, B-miz reaksiyaya daxil olubdur 0,5 mol. 0,5 mol reaksiyaya daxil olub. Və 0,25 molda onun tarazlıq qatılığıdır. Yəni, qalan qatılığıdır, qalan hissəsidir. O da bizə verəcək 0,75 mol. Deməli, birinci cavabımız 0,25, B-nin qatılığı isə başlanğıc qatılığı oldu 0,75. İkinci sualda deyir ki, grafikə əsasən reaksiyanın ammoniaka və hidrogenə görə sürətini hesablayın. Bizə qrafikdə ammoniakın qatılığının zamandan asılılığını veribdir. Burada deməli, baxırıq ki, qatılığın dəyişməsi 2,4-dən 1,6-ya düşüb. Yəni, yazaq delta C ammoniak üçün bərabərdir 2,4-dən çıxaq 1,6-nı bizə verəcək 0,8. Daha sonra zamanı tapaq. Deməli, 10 saniyədən 50 saniyəyə qədər olan müddətdə, yəni delta T bərabərdir 50-dən çıxacaq 10-u bizə verəcək 40 saniyə. Deməli, biz verilənlərə əsasən ammoniakın sürətini tapa bilərik. Ona görə yazırıq VNH3 bərabərdir delta C bölünsün delta T düsturundan. Delta C-nin qiymətini 0,8 tapdıq. Delta T-ni də 40 saniyə tapdıq. Deməli, 0,8-i 40-a böləcəyik. O bizə verəcək 0,2 mol bölünsün litr vurulsun saniyə.
Tapdığımız amoniaka görə olan sürətdir. Deməli, biz birinci sualın cavabını tapdıq. Daha sonra bizdən hidrogenə görə olan sürəti istəyir. Baxırıq ki, bizim reaksiyamız N2 + 3H2 2NH3-dür. Yəni, hidrogenin və amoniakın əmsalları nisbəti 3-ün 2-yədir. Deməli, NH3-ün əgər sürəti 0,2 olarsa, onda hidrogenin də sürəti 0,3 olacaq. Deməli, ikinci sualımızın da cavabı oldu 0,3 mol bölünsün, litr vurulsun, saniyə sürətin vahidində qeyd etməyi unutmuruq. Ətraflı yazılı olan suallarda vahidləri qeyd etmək məsləhətdir. Növbəti sualda bizə reaksiyanın başa çatma müddətlərini verir. 64x, temperatur dəyişməsi 30, temperatur əmsalı 2, VT1Y, VT2 isə 1,6. Deməli, bizdən istəyir birinci temperaturu Y, daha sonra isə ikinci reaksiyanın başa çatma, daha doğrusu VT2-yə uyğun olan sürətlə reaksiyanın başa çatma müddətini, yəni tau 2-ni soruşur. Burada biz Van Hoff qaydasından istifadə edərək tapacağıq verilənləri. Onda belə çıxır ki, deməli yazırıq VT2 bölünsün VT1 bərabərdir. Qamma üstü T2 çıx T1 bölünsün 10. Yəni T2 çıx T1-i biz delta T ilə işarə eləyək. Bölünsün 10. Deməli, VT2-ni bizə verir 1,6. VT1-i Y ilə işarə eləyək. Temperatur əmsalımız 2-yə bərabərdir. Delta T-ni bizə verir 30 bölünsün 10 şəklində yazaq. 2 üstü 30 bölünsün 10 bizə elə 8-i verəcək. Deməli, buradan 1,6 bölünsün Y bərabərdir 8-ə. Onda Y-imiz bərabərdir 0,2-yə. Deməli, VT1 anında sürət 0,2-yə bərabərdir. Bunu tapdıq. Daha sonra bizdən deməli, tau 2-ni soruşur. Bilirik ki, reaksiyanın sürəti ilə reaksiyanın getməsinə sərf olunan zaman tərs mütənasibdir. Yəni, VT2 bölünsün VT1 bərabərdir tau 1 bölünsün tau 2-yə. Biz VT2-ni deməli tapmışıq. VT2 1,6-ya bərabərdir. VT1-i 0,2 tapdıq. Deməli, tau 1 64-ə bərabərdir. Tau 2-ni isə x-la işarə eləmişik. Buradan x bərabər olacaq. Deməli, 0,2-ni 64-ə vurub 1,6-ya bölməliyik. O da bizə verəcək 8. Deməli, y bərabərdir 0,2-yə, x də bərabərdir 0,8-ə. Dördüncü sualda bizə verir A + 3B alınır AB3 reaksiyası və deyir ki, təzyiqi 2 dəfə artırsaq, reaksiyanın sürəti neçə dəfə artar? B maddəsinin qatılığını 2 dəfə azaldıb A maddəsinin qatılığını 2 dəfə artırsaq, reaksiyanın sürəti neçə dəfə azalır? Deməli, qabın təzyiqini, reaksiyanın təzyiqini 2 dəfə artırmaq bu deməkdir ki, həcm 2 dəfə azalacaq və qatılıq 2 dəfə artacaq. Yəni, hər bir maddənin qatılığı 2 dəfə artmış olacaq. Deməli, burada A maddəsinin qatılığı 2 dəfə artacaq. B maddəsinin qatılığı da 2 dəfə artacaq. B-nin əmsalında 3 olduğuna görə biz 3-ü üstü qüvvət şəklində göstərəcəyik. Deməli, reaksiyanın sürəti 2 vuraq 8, yəni 16 dəfə artmış olacaq. Bu oldu bizim birinci sualımızın cavabı. İkinci sualımızda isə deyir ki, B maddəsinin qatılığını 2 dəfə azaldaq. B-nin qatılığını 2 dəfə azaldanda 2 üstü 3 dəfə azalma baş verəcək. Daha sonra A maddəsinin qatılığını 2 dəfə artırsaq isə A-nın əmsalı gördüyümüz kimi 1-dir. 2 dəfə artırsaq qatılığını elə 2 dəfə də artma baş verəcək. Deməli, 8 dəfə azalıb 2 dəfə artsa, bu deməkdir ki, 8 bölünsün 2, 4 dəfə azalma baş verəcək. Baxaq 5-ci suala. Deyir, tarazlıqda olan kimyəvi reaksiyanın tənliyini tərtib edin və tarazlıq sabitini hesablayın. Qrafikdə bizə deməli A və B arasında reaksiya baş verir, D maddəsi alınır. Qrafikdə həmişə reaksiya daxil olan maddələr azalan xəttlə, məhsullar isə artan xəttlə göstərilir. Ona görə biz əvvəlcə tənliyimizi tərtib eləyək. Baxırıq ki, B maddəsi
5 mol götürmüşük, 2 mol qalıb. Bu o deməkdir ki, 3 mol B maddəsi reaksiyaya daxil olub. A maddəsini götürmüşük 3 mol. Deməli, qalıbdır 1 mol. Bu o deməkdir ki, 2 mol A maddəsi reaksiyaya daxil olub. D maddəsi isə görürük ki, 1-dən qalxıb 4-ə qədər, yəni 3 molda D maddəsi alınıb. Bu bizim tənliyimiz. Daha sonra ikinci sualın cavabına baxaq. Deyir, tarazlıq sabitini hesablayın. Tarazlıq sabitini hesablamaqdan ötürü bizə tarazlıq halında olan qatılıqlar lazımdır. Onlar da bizə qrafikdə verilir. Deməli, tarazlıq sabiti yadımızda saxlayaq. Məhsulların tarazlıq qatılıqları hasili bölünsün. Reaksiyaya daxil olan maddələrin tarazlıq qatılıqlarının hasili əmsallar da üslü qüvvət şəklində göstərilməlidir. Deməli, bizim məhsulumuz D maddəsidir. D maddəsinin qatılığı da 4-ə bərabərdir. Əmsalda 3 olduğuna görə yazırıq 4 üstü 3. Bölünsün. Reaksiyaya daxil olan maddəmiz biri B maddəsidir. B maddəsinin tarazlıq qatılığı 2-yə bərabərdir. Əmsalda 3 olduğuna görə üstü qüvvət şəklində göstəririk. Vurulsun. A maddəsinin tarazlıq qatılığı o da 1-ə bərabərdir. Əmsalda da 2 var. Üstü qüvvət şəklində göstəririk. Deməli, 4 üstü 3 bizə verəcək 64. Aşağıda isə 2 üstü 3, yəni 8 vurulsun 1. O da bizə verəcək 8. Deməli, cavabımız oldu 8. 6-cı sualda deyir, temperatur əmsalı 2 olan reaksiyanı 4 dəfə sürətləndirmək üçün temperaturu neçə dəfə artırmaq və reaksiya baş verən qabın həcmini neçə dəfə azaltmaq lazımdır. Deməli, deyir ki, reaksiyanın sürəti 4 dəfə artsın. Bu o deməkdir ki, yazırıq VT2 bölünsün VT1 bərabərdir 4-ə. Temperatur əmsalımız 2-yə bərabərdir. Yazırıq qamma bərabərdir 2. Deyir ki, temperaturu neçə dəfə artırmaq lazımdır. Bizdən delta T-ni soruşur. Van Hoff qaydasını yazırıq. VT2 bölünsün VT1 bərabərdir qamma üstü delta T bölünsün 10. Bizdən temperatur dəyişməsini istədiyi üçün delta T şəklində yazırıq. VT2 bölünsün VT1 4-ə bərabərdir. 4 bərabərdir. Qammamız 2-yə bərabərdir. Delta T bölünsün 10 üstü qüvvət şəklində. 4 ilə 2 üstü 2-yə bərabər olduğuna görə biz delta T bölünsün 10 bərabərdir 2 yazırıq. Buradan da delta T bərabərdir 2 vurulsun 10 eləyəcək 20. Deməli, temperaturu 20 dərəcə artırmaq lazımdır. Birinci sualımızın cavabını tapdıq. Daha sonra deyir ki, reaksiya baş verən qabın həcmini neçə dəfə azaltmaq lazımdır. Yadda saxlayaq ki, qabın həcminin dəyişməsi bərk halda olan maddələrin sürətinə təsir etmir. Yalnız qazlara təsir edir. Ona görə də həcmi azaltdıqda B-yə görə sürətlənmə baş verəcək və B-nin əmsalı da 1 olduğuna görə biz elə reaksiya baş verən qabın həcmini elə 4 dəfə azaltsaq, reaksiyanın sürəti də 4 dəfə artmış olacaq. Ona görə də qabın həcmini deməli 4 dəfə azaltmaq lazımdır. İkinci sualımızın da cavabı olacaq. Deməli 4 dəfə azaltmaq. 7-ci sualda deyir, qapalı qabda eyni mol miqdarında götürülmüş hidrogen və oksigen arasında baş verən reaksiyanın sonunda hidrogenin 50% sərf olunmuş və qabda 5 mol su əmələ gəlmişdir. Reaksiyanın başlamasından əvvəl və reaksiya başa çatdıqdan sonra qabda olan maddələrin ümumi mol miqdarını hesablayın. Əvvəlcə hidrogenlə oksigen arasında baş verən reaksiyanı yazaq. Yazırıq 2H2 üstə gəl O2 alınır 2H2O. Deyir ki, hidrogenin 50% sərf olunduqda, əvvəlcə biz hidrogen və oksigenin başlanğıc qatılıqlarını A ilə işarə edirik. Çünki deyir ki, eyni mol miqdarında götürülmüşdü və deyir ki, qabda 5 mol su əmələ gəlmişdi. Baxaq görək, 5 mol su əmələ gələndə nə qədər oksigen və nə qədər hidrogen reaksiyaya daxil olar. Su ilə oksigenin əmsalları nisbəti 1-in 2-yədir. Yəni 2 mol su əmələ gələndə 1 mol oksigen sərf olunursa, 5 mol su əmələ gələndə 5-in yarısı qədər, yəni 2,5 mol oksigen reaksiyaya daxil olacaq. Hidrogenlə oksigen əmsalları nisbəti 1-in 1-ədir. Yəni nə qədər hidrogen reaksiyaya girsə, o qədər də su alınacaq. Bu o deməkdir ki, hidrogenimizdə deməli 5 mol
reaksiyaya daxil olub. Daha sonra deyir ki, hidrogenin 50% sərf olunmuşdur. Yəni bu reaksiyaya daxil olan 5 mol 50% təşkil edirsə, onun başlanğıcı, yəni A 100% təşkil edəcək. Buradan A-nı tapırıq. Deməli 5 vuraq 100 böl 50 bərabərdir 10 mol. Deməli hidrogenin və oksigenin başlanğıc qatılıqları 10 olmuşdur. Çünki hər ikisini deyir ki, eyni mol miqdarında götürmüşük. Daha sonra indi onların tarazlıq qatılıqlarına baxaq. 10-dan 2,5-i sərf olunubdur. 7,5 mol oksigen qalıb qabda. Hidrogen isə 10 moldan 5 mol sərf olunub. 5 mol da hidrogen qalıb qabda. İndi deyir ki, reaksiya başlamamışdan əvvəl. Reaksiya başlamamışdan əvvəl, deməli yazırıq bura əvvəl. 10 mol oksigen olub, 10 mol da hidrogen olub, yəni 20 mol əvvəlcə qarışıq olub. Sonrakı qarışığımıza baxaq. Sonrakı qarışığımız tarazlıq halında olan qatılıqlardır. Yəni hidrogen reaksiyadan 5-i sərf olundu, 5-i qaldı. Daha sonra oksigen 10-dan 7,5-i qaldı. Qabda 5 mol da su əmələ gəldi. Deməli bizim sonrakı qarışığımız da oldu 17,5 mol. 8-ci sualda deyir, X, Y qazları arasında baş verən reaksiya zamanı X-in qatılığı 3 dəfə azaldıqda, Y-in qatılığı 3 dəfə artdıqda reaksiyanın sürəti 3 dəfə artır. Kimyəvi reaksiyanın kinetik tənliyini tərtib edin və X ilə Y-in qatılıqlarının 3 dəfə artması zamanı reaksiya sürətinin neçə dəfə artdığını hesablayın. Gəlin baxaq. Şərti olaraq reaksiyanı yazaq. NX üstəgəl MY şəklində. Daha sonra deməli bizə deyir ki, X-in qatılığını 3 dəfə azaltmışıq, Y-in qatılığını 3 dəfə artırmışıq. Baxırıq ki, sürət də 3 dəfə artır. Deməli, Y-in sürətinin X-in sürətinə olan nisbəti bizə 3 verməlidir. Ona görə yazırıq ki, qatılığı 3 dəfə artırdığına görə və əmsalı da biz M işarələdiyimizə görə yazırıq 3 üstü M bölünsün. X-in qatılığını 3 dəfə azaltmışıq. Əmsal isə N-dir. Yazıram 3 üstü N bərabərdir 9-a. Deməli, buradan 3 üstü M, daha doğrusu 3-ə bərabərdir. Deməli, sürətlə nisbəti 3-ə bərabərdir. Yazırıq ki, 3 üstü M bərabərdir 3 vuraq 3 üstü N-ə. Yəni 9 üstü N olmalıdır. Buradan 3 üstü M bərabərdir 9 üstü N-ə. Buradan biz M-in 2 olduğunu tapırıq. N-i isə yazırıq ki, 1-ə bərabərdir. Deməli, bizim tənliyimiz olacaq. Kinetik tənliyimiz olmalıdır. V bərabərdir. K vurulsun. CX maddəsi vurulsun. CY maddəsi. Y-in də biz deməli əmsalını 2 tapdıq. Deməli bizim kinetik tənliyimiz bu şəkildə olmalıdır. Daha sonra deyir ki, X ilə Y-in qatılıqlarının 3 dəfə artması zamanı reaksiya sürətinin neçə dəfə artdığını hesablayın. Deməli biz N ilə M-i yerinə qoysaq bizim belə bir düsturumuz olmalıdır. X üstəgəl Y-in kvadratı. Daha sonra bizə deyir ki, qatılıqlarını 3 dəfə artıraq. Deməli, yazaq əvvəlcə bu reaksiya üçün kinetik tənliyi yazaq. V1 bərabərdir. K vurulsun. CX vurulsun. CY-in kvadratı. Bu V1-dir. İndi V2-ni yazırıq. V2-də deyir ki, qatılıqları 3 dəfə artırırıq. Onda yazırıq ki, K vurulsun. Deməli, 3CX vurulsun. Deməli, 3CY-in kvadratı. Deməli, V1 ilə V2-ni biz tərəf-tərəfə bölsək, buradan K-lar ixtisar gedəcək. Ondan sonra deməli, CX-lar ixtisar gedəcək və CY-lar da yenə də ixtisar gedir. Deməli, burada qalacaq. Gördüyümüz kimi V1-də hər biri ixtisar getdikdən sonra V2-də qalacaq 3 vuraq 3-ün kvadratı. Yəni 3 vuraq 9, o da bərabərdir 27-yə.
9-cu sualda cədvəldə bizə reaksiyanın baş verdiyi temperaturlar və reaksiyanın başa çatma müddətləri verilibdir. Deyir, X və reaksiyanın temperatur əmsalını hesablayın. Əgər söhbət reaksiyanın baş verdiyi temperatur və sürətlərdən gedirsə, deməli biz Van Toff qaydasından istifadə edəcəyik. VT2 bölünsün VT1 bərabərdir. Qamma üstü T2 çıx T1 bölünsün 10. Bilirik ki, reaksiyanın sürəti ilə reaksiyanın başa çatma müddəti bir-biri ilə tərs mütənasibdir. Ona görə bura yazırıq tau 1 bölünsün tau 2. Deməli, tau 1 bizdə 32-yə bərabərdir. Tau 2 isə 8-dir. Bərabərdir. Qammanı bizdən soruşur. Qamma üstü T2 çıxılsın T1. Yəni, T2-miz 50 dərəcədir. T1-imiz isə 30 dərəcədir. Bölürük 10-a. 32-ni 8-ə böləndə eləyir 4. 4 bərabərdir. Qamma üstündə 50 çıxılsın 10, 20 bölünsün 50 çıxılsın 30 bərabərdir 20. Onu da 10-a bölsək bizə verəcək 2. Deməli, buradan qamma bərabərdir 2-yə. Deməli, biz reaksiyanın temperatur əmsalını tapdıq. Daha sonra reaksiyanın baş vermə müddətləri 50 və 60 olarsa, başa çatma müddətlərini bizdən istəyir. Yenə də bu düsturdan istifadə edirik. Tau 1 8-ə bərabərdir. Tau 2-ni yazırıq x, o da bərabərdir. Qammanı artıq tapmışıq. 2 üstündə temperaturumuz 60 çıxılsın 50 bölünsün 10. Deməli, o da eləyəcək 8 bölünsün x bərabərdir. 2 üstü elə 1-ə bərabər olacaq, yəni 2-yə. Buradan x bərabərdir 4-ə. 10-cu sualda deyir, 136 qram amonyakın katalitik oksidləşməsindən 20 saniyə vaxt sərf olunmuşdur. Reaksiyanın oksigenə və suya görə sürətini hesablayın. Amonyakın katalitik oksidləşmə reaksiyasını yazaq. Deməli, burada 4NH3 plus oksigen, 5 molekul oksigen. Buradan alınmalıdır 4 dənə NO, bir də 6 molekulda su. Daha sonra deyir ki, amonyakımız 136 qramdır. Əvvəlcə gəlin bunun neçə mol olduğunu tapaq. Deməli, bunun üçün 136-nı bölməliyik amonyakın nisbi molekul kütləsi 17-yə. O bizə verəcək 8 mol. Deməli, 8 mol amonyak reaksiya daxil olmuşdur və saniyəmiz 20-yə bərabərdir. Burada qabın həcmini 1 götürəcəyik, 1 litr götürəcəyik və amonyakın sürətini hesablayacağıq. Deməli, yazırıq V amonyak bərabərdir. Bilirik ki, sürət nu bölünsün, V vurulsun T düsturu ilə hesablanır. Nu bizdə 8 mola bərabərdir. Həcmi 1 litr götürək və zamanımız isə 20 saniyədir. Deməli, 1 vurulsun 20, 8-i 20-yə böləndə bizə verəcək 0,4. Deməli, amonyaka görə sürətimiz 0,4-ə bərabərdir. Deməli, sürətlərin nisbəti ilə əmsalların nisbəti kimi olmalıdır. Ona görə də 0,5 oksigenə görə sürət olacaq, 0,6 da suya görə sürəti tapmış olacağıq. 11-ci sualda deyir, həcmi 2 litr olan qabda 5 saniyə ərzində saxaroza məhlulunun tuş mühitdə hidrolizindən 90 qram qlukoza alınmışdır. Saxarozanın hidroliz təlimini yazın və hidrolizin sürətini hesablayın. Deməli, saxaroza tuş mühitdə hidroliz eləyəndə alfa glukoza və beta fruktoza alınır və onların hər ikisinin formulu C6H12 O6 şəklindədir. Ona görə də biz saxarozanın hidroliz tənliyini yazanda, deməli, saxarozanın formulu C12H22 O11 şəklindədir və onun tuş mühitdə su ilə hidrolizindən, deməli, tuş mühit yazaq H müsbət, deməli, alınır alfa glukoza və beta fruktoza, ona görə onu elə 2 dənə C6H12 O6 şəklində yaza bilərik. Bu oldu bizim sualımızın birinci cavabı. Daha sonra deyir ki, hidrolizin sürətini hesablayın. Burada bizə deməli glukozanın kütləsini verir 90 qram. Yazırıq M bərabərdir 90 qrama. Glukozanın nisbi molekul kütləsi 180-ə bərabərdir. Daha sonra bizə qabın həcmini 2 litr və zamanı 5 saniyə verir. V bərabərdir 2 litrə. T isə bərabərdir 5 saniyəyə.
bizdən hidrolizin sürətini istəyir. V bərabərdir suala. Bildiyimiz kimi V bərabərdir nu bölünsün V vurulsun T düsturu ilə hesablamalıyıq. Buradan biz qlükozanın mol sayını hesablayaq. Nu bərabərdir kiçik M bölünsün böyük M düsturundan. Qlükozanın kütləsi 90 qram, nisbi molekul kütləsi 180. O da bizə verəcək 0,5 mol. Deməli, qlükoza 0,5 mol sərf olunub 5 saniyə ərzində. İndi gətirək verilənləri yerinə qoyaq və sürəti hesablayaq. 0,5 bölünsün. Həcmimiz 2 litrdir. Vurulsun. Zamanımız isə 5 saniyədir. Orada bizə verəcək 0,5-i 10-a bölsək 0,5 mol bölünsün. Litr vurulsun saniyə. 12-ci suala baxaq. Reaksiyanın aparıldığı temperatur 10 dərəcə olanda sürəti 0,2-dir, 20 dərəcədə 0,8-dir. Qammanı və temperaturu 10-dan 30-a qədər artırdıqda sürətin neçə dəfə artdığını bizdən istəyir. Ona görə yazırıq. Deməli, birinci sürətimiz VT1 bərabərdir 0,2-yə. Ona uyğun olan temperatur, yəni T1 bərabərdir 10-a. Daha sonra ikinci sürət, yəni VT2 bərabərdir 0,8. Ona uyğun olan temperatur T2 bərabərdir 20-yə. Qammanı tapaq. Qamma bərabərdir sual. Deməli, bizim düsturumuz VT2 bölünsün VT1 bərabərdir qamma üstü T2 çıx T1 bölünsün 10 şəklindədir. VT2 və VT1-in qiymətini yerinə qoyaq. Deməli, 0,8 bölünsün 0,2 bərabərdir qamma üstü T2 çıxılsın T1, yəni 20 çıxılsın 10 bölünsün 10. O da eləyəcək. Deməli, 4 bərabərdir qamma üstü 1. Buradan biz qammanın elə 1 olduğunu tapırıq. Sualımızın birinci hissəsi tapıldı. Daha sonra deyir ki, temperaturu 10-dan 30-a qədər artırdıqda, indi biz T2-nin yerinə 30, T1-in yerinə 10 qoyub, qammanın da qiymətini yerinə qoyub hesablayırıq. Deməli, VT2 bölünsün VT1 bərabərdir. Qammanı 4 tapmışıq. T2 30, T1 10 bölünsün 10. Deməli, VT2 bölünsün VT1 bərabər olacaq 4 üstü 2-yə, o da bizə verir 16. Deməli, sürət 16 dəfə artacaq. 13-cü sualda bizə qrafik verir və deyir ki, cavab vərəqindəki cədvəli tamamlayın. Birinci, reaksiyanın tənliyini yazın və əmsallaşdırın. Baxırıq ki, reaksiyaya X və Y maddəsi daxil olub və Z maddəsi alınıb. X maddəsi götürülüb 7 mol bölünsün litr, qalıbdır 6 mol bölünsün litr. Yəni, X maddəsi 1 mol sərf olunubdur. Ona görə yazırıq X, üstə gəl. Y maddəsi 7 mol götürmüşük, 4 mol qalıb, 3 mol Y maddəsi sərf olunub. Z maddəsi isə 0-dan qalxıb 2-yə, yəni 2 mol Z maddəsi alınıb. Bu bizim reaksiyamızın tənliyi və əmsallaşdırmışıq. Daha sonra deyir ki, Y-in sərf olunma sürətinin Z-in əmələ gəlmə sürətinə olan nisbəti. Sürətlərin nisbəti əmsalların nisbəti kimidir. Ona görə də Y-in sərf olunma sürəti 3, Z-in əmələ gəlmə sürəti isə 2-dir. Ona görə də yazırıq 3 böl 2 eləyəcək 1,5. Bizim üçüncü sualımızın cavabı deyir X-in tarazlıq qatılığı. Tarazlıq qatılığı reaksiyada maddənin reaksiyaya daxil olmayan, yəni qalan hissəsidir. X baxırıq ki, 7 mol götürmüşük, 6 mol qalıbdır. Ona görə də X-in tarazlıq qatılığı olacaq 6 mol bölünsün litr. Növbəti sualda hidrogenin yanma reaksiyasında oksigenə görə sürət 0,2, zaman 10, qabın həcmi 2 litrdir. Deyir ki, neçə qram hidrogen yanıb və neçə qram su alınıb. Deməli, baxaq, burada bizə verir oksigenə görə sürət 0,2, zaman 10 saniyə,
Qabın həcmi isə 2 litr. Biz oksigenin həcmini hesablayaq. Baxaq görək reaksiyaya neçə mol oksigen daxil olmuşdur. Buradan bizim sürətin düsturundan, yəni V bərabərdir nü bölünsün V vurulsun T düsturundan nü tapanda nü bərabərdir sürət vurulsun zaman vurulsun həcm. Biz qiymətləri yerinə qoyaq. Yəni oksigenin mol sayı bərabərdir. Deməli V yəni 0,2 vuraq. Zamanımız 10 saniyədir. Qabın həcmi isə 2 litrdir. O da bizə verəcək 4 mol. Deməli, reaksiyaya 4 mol oksigen daxil olmuşdur. Oksigenin əmsalı 1, hidrogenin əmsalı 2 olduğuna görə, deməli 4 mol oksigen reaksiyaya daxil olanda 8 mol da hidrogen reaksiyaya daxil olmalıdır və buradan biz hidrogenin neçə qram olduğunu tapacağıq. Deməli 8 mol vurulsun 2, 2 yəni hidrogen nisbi molekul kütləsi bərabərdir 16 qram. Daha sonra ikinci sualımıza baxaq. Deyir ki, neçə qram su alınmışdır? Əmsalların nisbətinə baxırıq. 2 həcm hidrogen reaksiyaya girəndə 2 həcmdən su alındığına görə 8 həcm hidrogen reaksiyaya girsə, yəni 8 molda su alınacaq. Deməli, suyun kütləsini tapırıq. 8 vuraq 18, o da bizə verəcək 144 qram. 15-ci sualda deyir, azot və hidrogen arasında baş verən reaksiya zamanı reaksiyaya daxil olan maddələrin kütlələrin zamandan asılılıq qrafiki verilib. T müddətində sərf olunan azotun mol sayını və N-in qiymətini hesablayın. Deməli, qrafikdə bizə reaksiyaya sərf olunmuş azot və hidrogen göstərilir. Burada azotu baxırıq ki, 40 qramdan 26 qrama düşüb. Yəni, azotun sərf olunmuş miqdarının kütləsini tapaq. Deməli, azotun kütləsi N2 bərabərdir 40-dan çıxırıq 26-nı bərabərdir 14-ə. Deməli 14 qram azot reaksiyaya daxil olub. Hidrogenin reaksiyaya daxil olan miqdarını bilmirik. Deməli buradan biz reaksiya tənliyini yazaq. Yazırıq N2 plus 3H2 alınır 2NH3. Deməli, azot reaksiyaya daxil olub 14 qram. Bunun neçə mol olduğunu tapaq. 14-ü bölürük 28-ə bərabərdir 0,5 mol. Deməli, reaksiyaya 0,5 mol azot daxil olubdur. Ona görə azotun üstünə yazırıq 0,5 mol. Azot əgər 0,5 mol reaksiyaya daxil olubsa, bu o deməkdir ki, yəni əmsalların nisbəti qədər, yəni 1 dənə azotla 3 dənə hidrogen reaksiyaya daxil olursa, onda 0,5 mol azotla da, yəni 0,5 vurulsun 3 bərabərdir 1,5 mol hidrogen reaksiyaya daxil olar. Deməli, hidrogenin reaksiyaya daxil olmuş hissəsi 1,5 moldur. Yəni, indi bunun kütləsini tapaq. 1,5-i vururuq hidrogen nisbi molekul kütləsini, yəni 2-yə. O da bizə verəcək 3 qram. Deməli, reaksiyaya 3 qram hidrogen daxil olmuşdur. Biz hidrogenin başlanğıc kütləsini 40 götürmüşük. Onun 3 qramı reaksiyaya daxil olubsa, deməli, onun 37 qramı qalıbdır. N bərabərdir 37-yə. 16-cı suala baxırıq. Deyir, 12 mol azot və x mol hidrogen arasında qapalı qabda baş verən reaksiyada tarazlıq yaranan zaman azotun mol sayı 2 dəfə azalıb. Qabda 4 mol hidrogen olub. Deyir ki, x-i və bu zaman neçə mol amoniak alındığını hesablayın. Azot və hidrogen arasında reaksiya tənliyini yazaq. Yazırıq N2 üstəgəl 3H2 alınır 2NH3. Reaksiyaya daxil olan başlanğıc və tarazlıq qatılığı yazırıq. Azotun başlanğıc qatılığı 12 mol, hidrogenin başlanğıc qatılığı x mol. Deməli, deyir ki, tarazlıq yaranan zaman azotun mol sayı 2 dəfə azalmışdır. Yəni, azotun mol sayı 12 bölünsün 2,
6 olacaq tarazlıq halında və qabda deyir ki, 4 mol hidrogen olmuşdur. Yəni hidrogenin də tarazlıq qatılığı 4-ə bərabərdir. Deməli, buradan belə çıxır ki, bilirik ki, reaksiyaya daxil olan hissə bərabərdir başlanğıc çıxılsın tarazlıq. Deməli, azotun reaksiyaya girən hissəsi 12-dən 6 çıxacaq, 6 mola bərabərdir. 1 mol azotla əgər 3 mol hidrogen reaksiyaya daxil olursa, deməli 6 mol azotla da ondan 3 dəfə çox hidrogen, yəni 18 mol hidrogen reaksiyaya daxil olacaq. Deyir ki, neçə mol amonyak alınmışdır. İndi amonyakın alınan hissəsinə baxaq. Yenə də azot əgər 1 mol reaksiyaya daxil olanda 2 mol amonyak alınırsa, onda 6 mol azot reaksiyaya daxil olanda ondan 2 dəfə çox, yəni 12 mol amonyak alınacaq. Deməli, sualımızın ikinci cavabı oldu 12 mol. Daha sonra bizdən X-i, yəni hidrogenin başlanğıc qatılığını istəyir. Bilirik ki, başlanğıc qatılığı bərabərdir reaksiyaya daxil olan hissə və tarazlıq. Reaksiyaya 18 mol hidrogen daxil olub, tarazlıq halında onun mol sayı 4-ə bərabərdir. Deməli, əvvəlcə 22 mol hidrogen olmuşdur. 17-ci suala baxırıq. Burada temperaturu 70-dən 50-yə və 50-dən də 20-yə salıb. Bu zaman reaksiyanın başa çatma müddəti 2-dən 8-ə və 8-dən X-a düşüb. Baxırıq ki, temperaturu azaldıb. Temperaturu azaldıbsa, deməli sürət azalacaq və reaksiyanın başa çatma müddəti də artacaq gördüyümüz kimi. Bizim əgər reaksiyamızın sürəti azalırsa, onda düsturumuz olacaq VT1 bölünsün VT2. Burada zamanla verdiyinə görə də tau 2 bölünsün tau 1. Bilirik ki, sürət və zaman bir-biri ilə tərs mütənasibdir. Bərabərdir qamma üstü T1 çıxılsın T2 bölünsün 10 düsturundan istifadə edəcəyik. Çünki sürət azalıb. Deməli, baxaq. Tau 2 bölünsün tau 1. Əvvəlcə reaksiyanın temperatur əmsalını tapaq. Deməli, tau 2 8-ə bərabərdir, tau 1 2-yə bərabərdir. Buradan deməli qamma üstü yazırıq T1-imiz 70, T2-miz isə 50 bölünsün 10. 8-i 2-yə böldük, elədi 4 bərabərdir. Qamma üstü 2. Buradan deməli qamma bərabər olacaq 2-yə. Deməli, qammanı tapdıq. İndi keçək reaksiyanın məsələnin ikinci hissəsinə X-i tapaq. Yəni 20 dərəcədə reaksiya neçə dəqiqəyə başa çatar. Bu zaman bizim deməli tau 2-miz X-a bərabərdir. Tau 2-miz X-a bərabərdir. Tau 1-imiz 8-ə bərabərdir. Qammanı tapmışıq 2. Deməli, T1 bizdə 50 dərəcədir. T2 isə 20 dərəcədir. Bölünsün 10. Deməli, X bölünsün 8 bərabərdir. 2 üstü 3, yəni 8. Buradan X-ımız bərabər olacaq. 8 vurulsun 8, 64-ə. Yəni, bu zaman X-ımız 64 dəqiqə olacaq. Yəni, ikinci cavabımızı tapdıq ki, X-ımız 64 dəqiqəyə bərabərdir. 18-ci sualda deyir ki, SO2 və O2 ilə SO3-ün alınması reaksiyası baş verən sistemdə təzyiqi 2 dəfə artırsaq, düzünə və əksinə gedən reaksiyanın sürəti neçə dəfə artar? Baxırıq ki, deməli, əgər təzyiqi 2 dəfə artırırıqsa, bu deməkdir ki, maddələrin qatılığı 2 dəfə artmalıdır. Biz düzünə baş verən reaksiyada görürük ki, reaksiyaya daxil olan SO2-dir və oksigendir. SO2-yə görə təzyiqi 2 dəfə artırsaq, SO2-nin qatılığı 2 dəfə artacaq və əmsalını üstü qüvvət kimi göstərəcəyik. Bir də oksigenin qatılığı 2 dəfə artacaq. Oksigenin də əmsalında 1 olduğuna görə elə onun qatılığını 2 kimi yazırıq. Deməli, buradan 2-nin kvadratı 4 vurulsun 2, yəni 8 dəfə artacaq düzünə gedən reaksiya. Daha sonra əksinə gedən reaksiyanı istəyir. Əksinə gedən reaksiya SO3-ün parçalanmasıdır. Bu zaman SO3-ün qatılığı 2 dəfə artacaq. Əmsalında da 2 olduğuna görə 2 üstü 2, yəni 4 dəfə SO3-ə görə sürət artacaq.
19-cu sualda amonyakın parçalanması sisteminə hidrogen əlavə edilmişdir. Növbəti tarazlıq yaranana qədər azot və amonyakın miqdarının dəyişməsini deyir ki, cavab vərəqində qurun. Gəlin 2 dənə qrafik quraq burada. Deməli, bunlardan biri olsun amonyakın mol miqdarı, yəni nu NH3 zamandan asılılığı. İkinci qrafikimizdə olsun, deyir ki, azotun zamandan asılılığı, nu N2-nin zamandan asılılığı. Hər ikisi T1 anına qədər tarazlıqda olsun. Bura yazırıq. Deməli, T1 anı, T1. Deyir ki, sistemə hidrogen əlavə etmişik. Yadımıza salaq ki, tarazlığın sağ tərəfində hansısa bir maddənin qatılığını artırsaq, tarazlıq sağ tərəfə, sağda hansınısa qatılığını artırsaq, sol tərəfə yönələcək. Hidrogen reaksiyanın sağ tərəfindədir. Deməli, hidrogenin qatılığını artırsaq, tarazlıq NH3-ün alınmasına tərəf yönələcək və bu zaman NH3-ün miqdarı artacaq. NH3-ün miqdarının artması üçün isə hidrogen və azot sərf olunmalıdır. Deməli, T2 anına qədər amonyakın qatılığı artdı. Amonyakın qatılığı artdıqca N2-nin qatılığı azalmalıdır. Yəni, N2 sərf olunmalıdır ki, amonyak alınsın. Deməli, bu da növbəti qrafikimizdir. Azalan qrafikdə isə biz azotun mol miqdarının zamandan asılılıq qrafikini qurduq. Növbəti sualda bizə qrafik verir və deyir ki, həcmi 0,5 litr olan qapalı qabda hidrogenlə oksigen arasında reaksiya baş verir və deyir ki, qrafikə əsasən oksigenə və hidrogenə görə sürəti hesablayın. Baxırıq ki, qrafikdə oksigenin kütləsinin azalmasını veribdir. Oksigenin kütləsi 11-dən 3-ə düşüb, yəni 8 qram oksigen sərf olunubdur. Yazırıq ki, M oksigen bərabərdir 8 qrama. Oksigenin nisbi molekul kütləsi bərabərdir. Oksigen nisbi molekul kütləsi 32-yə bərabərdir. Daha sonra bizə həcmi verir. V bərabərdir 0,5 litr. Sonra bizdən reaksiyanın sərf olunması üçün zaman verir 50 saniyə. İndi bizdən oksigenə görə sürəti istəyir. Gəlin oksigenə görə sürəti tapaq. Buradan V oksigen bərabər olmalıdır. Deməli, nu bölünsün, V vurulsun T-yə. Biz nu-nu bilmirik. Ona görə də nu oksigen yazırıq ki, oksigenin kütləsi M bölünsün böyük. O da bərabərdir 8 bölünsün 32. 8-i 32-yə böləndə bizə verəcək 0,25. Deməli, oksigen 0,25 mol reaksiyaya daxil olub. İndi düsturda onu yerinə qoyuruq. Oksigenin sürətini tapmaq üçün bərabərdir 0,25 bölünsün 0,5 litr vurulsun. Zamanımız 50-dir. O da bərabərdir. Deməli, 0,1-ə. Deməli, oksigenə görə sürət 0,1-dir. Yerində qeyd edirik. Oksigenə görə sürət 0,1-dir. Hidrogenə görə sürət, deməli, sürətlərin nisbəti, əmsalların nisbəti kimi olmalıdır. Deməli, hidrogenin əmsalı 2 olduğuna görə bu deməkdir ki, hidrogenin sürəti oksigenin sürətindən 2 dəfə çox olmalıdır. Yəni, oksigenə görə sürət 0,1-dirsə, onda hidrogenə görə sürət 0,2 olacaq. Növbəti sualda deyir, propanın tam yanma reaksiyasının oksigenə görə sürəti 1,5-dir. Reaksiyanın propana və karbon qazına görə sürətini hesablayın. Propanın yanma reaksiyasını yazaq. C3H8 üstəgəl 5 dənə oksigen alınacaq. Deməli, 3 dənə karbon qazı və 4 dənə su. İndi bizə deyir ki, oksigenə görə sürət 1,5-dir. Oksigen üstə yazaq 1,5. Deyir ki, reaksiyanın propana görə sürətini hesablayın. Baxırıq ki, propanın
əmsalı 1-dir, oksigenin əmsalı 5-dir. Deməli, propana görə sürət oksigenə görə sürətdən 5 dəfə az olacaq. 1,5-in 5-ə nisbəti bizə verəcək 0,3. Deməli, C3H8-ə görə sürət olmalıdır 0,3. Daha sonra CO2-yə görə sürəti bizdən istəyir. C3H8-in əmsalı 1-dir, CO2-nin isə əmsalı 3-dür. Yəni CO2-yə görə sürət C3H8-ə görə sürətdən 3 dəfə çox olacaq. 0,3 vuraq 3 bizə verəcək 0,9. Deməli CO2-yə görə sürət 0,9-a bərabərdir. 22-ci suala baxaq. Deyir, 2CO üstəgəl oksigen alınır 2CO2 sistemində tarazlıq halında bütün maddələrin molekul sayı eynidir. Reaksiyanın tarazlıq sabiti 2,5 olarsa, oksigenin və CO-nun başlanğıc qatılığını hesablayın. Reaksiya tənliyini yazaq. Yazırıq 2CO üstəgəl O2 alınır 2CO2. Yazırıq reaksiya qatılığı, başlanğıc tarazlıq qatılığı. Deyir ki, reaksiyanın tarazlıq sabiti 2,5-dir və tarazlıq halında deyir ki, bütün maddələrin molekul sayı eynidir. Fərz eləyək ki, tarazlıq halında bütün maddələrin tarazlıq qatılıqları x-a bərabərdir. Tarazlıq sabitimiz 2,5-dir. Yazırıq 2,5 bərabərdir. Məhsulumuzun tarazlıq qatılığı, yəni CO2-nin tarazlıq qatılığı x, əmsalı 2 olduğuna görə üstü qüvvət şəklində göstərir. Bölünsün CO-nun tarazlıq qatılığı, yəni x, yenə əmsalında 2 var, üstü qüvvət kimi göstərir. Vurulsun oksigenin tarazlıq qatılığı, yəni x-a. Buradan 2,5 bərabər olacaq 1 bölünsün x-a. Buradan x bərabər olacaq 0,4-ə. Deməli, tarazlıq halında bütün maddələrimizin qatılığı 0,4-ə bərabərdir. Qeyd edirik hamısını. Məhsulumuzun tarazlıq qatılığı onun alınmış miqdarıdır. Ona görə CO2 miqdarını 0,4 yazırıq. Deməli, 0,4 mol CO2-nin alınması üçün ondan 2 dəfə az, yəni 0,2 mol oksigen reaksiyaya daxil olub. CO2 və CO1-in 1-ə nisbətində reaksiya daxil olduğuna görə 0,4 molda CO reaksiyaya daxil olub. İndi başlanğıc qatılığımız, CO-nun başlanğıc qatılığı olacaq 0,4 üstəgəl 0,4 bərabərdir 0,8. Oksigenin başlanğıc qatılığı olacaq 0,4 üstəgəl 0,2 bərabərdir 0,6 və bu da bizim məsələmizin həlli. Növbəti sualda deyir, metanın tam yanma reaksiyasının baş verdiyi qabın həcmini 4 dəfə azaltdıqda sürət necə dəyişir və temperaturu neçə dərəcə azaltmaq lazımdır ki, reaksiyanın sürəti dəyişməsin. Metanın yanma reaksiyasını yazaq. Deməli, yazırıq CH4 üstəgəl oksigen alınır. Deməli, oksigen 2 mol daxil olur reaksiyaya. CO2 üstəgəl 2H2O. Deməli, buradan reaksiyanın baş verdiyi qabın həcmini 4 dəfə azaltsaq, reaksiyaya daxil olan maddələrin qatılığı 4 dəfə artacaq. Yəni, CH4-ə görə CH4-ün qatılığı 4 dəfə artacaq. Bu zaman sürət 4 dəfə artmış olacaq. Daha sonra oksigenin də qatılığı yenə 4 dəfə artacaq və oksigenin də əmsalında 2 olduğuna görə üstü qüvvət şəklində yazacağıq. Yəni 4 üstü 2 dəfə də oksigenə görə artacaq sürət. Deməli, ümumilikdə sürət 4 vurulsun 16 bərabərdə 64 dəfə artacaq. Sonra isə deyir ki, temperaturu neçə dərəcə azaltmaq lazımdır ki, reaksiyanın sürəti dəyişməsin. Yəni, temperatur 64 dəfə artıb. Bizə lazımdır ki, sürət 64 dəfə azaldaq ki, reaksiyanın sürəti dəyişməsin. Qamma da 2-yə bərabərdir. Deməli, bilirik ki, VT2 bölünsün VT1 bərabərdir qamma üstü T2 çıx T1 bölünsün 10 düsturundan istifadə edəcəyik. Deməli, temperaturumuzu 64 dəfə azaltmalıyıq. Yazırıq 64 bərabərdir 2 üstü T2 çıx T1-i delta T ilə işarə eləyək. Bölünsün 10, çünki sürət dəyişməsini istəyir. Bilirik ki, 64 2 üstü 6-ya bərabərdir.
Yəni buradan delta T bölünsün 10-u 6 götürək. Bu zaman delta T bərabər olacaq 60-a. 24-cü sualda bizə haşiyodun parçalanma reaksiyasını verir. Deyir tarazlıq sabiti 0,25-dir. Deyir ki, qabda 4 mol haşiyod götürülmüşdür. Haşiyodun deyir nə qədəri parçalandıqda, neçə faizi parçalandıqda tarazlıq yaranır və tarazlıq halında qabda neçə qram maddə olar? Qabın həcmi 1 litrdir. Reaksiya tənliyini yazaq. Yazırıq 2 haşiyod parçalanır, alınır H2 plus yod 2. Yazaq reaksiya başlanğıc tarazlıq qatılığı. Deyir ki, qapalı qabda reaksiya üçün 4 mol haşiyod götürülmüşdür. Haşiyodun başlanğıc qatılığını götürək 4 mol. Reaksiyaya daxil olan miqdarları bilmirik. Reaksiyaya daxil olur, deməli 2x haşiyod. Bu zaman x mol hidrogen və x mol da yod alınmalıdır. Yəni əmsalların nisbəti kimi götürürük reaksiyaya daxil olan maddələrin miqdarını da. Deməli bu zaman tarazlıq halında 4 çıxılsın 2x mol haşiyod qalacaq. Tarazlıq halında x mol hidrogen olacaq və x mol da yod olacaq. Bilirik ki, reaksiya məhsullarının tarazlıq qatılıqları elə onların alınan miqdarıdır. Tarazlıq sabitimiz 0,25-ə bərabərdir. İndi yerinə qoyaq, hesablayaq. Deməli, yazırıq 0,25 bərabərdir. Reaksiya məhsullarımızın tarazlıq qatılıqları hasili, yəni x vuraq, x vurulsun x vurulsun, x bölünsün, 4 çıxılsın 2x-in kvadratı. Deməli, biz bu tənliyi hesablasaq, buradan x-in 1 olduğunu tapacağıq. X bərabərdir 1. İndi x-in qiymətini yerinə qoyaq. Deməli, x bərabərdir 1-dirsə, deməli, reaksiyaya 2 mol haşiyod daxil olub, 1 mol haşiyod alınıb və 1 mol da yod alınıbdır. Deməli, tarazlıq halında qabda 4 çıxılsın 2, yəni 2 mol haşiyod var, 1 mol hidrogen var və 1 mol da yod var. Bizə deyir ki, haşiyodun neçə faizi parçalandıqda. Biz haşiyodu əvvəlcə götürmüşük 4 mol, yazırıq 4 mol 100%-dirsə, haşiyodun parçalanan hissəsi 2 moldur, yazırıq 2x mol olar. X də bərabərdir, təbii ki, 50%-ə. Daha doğrusu 2-yə də x faiz uyğun gəlir. Buradan x-imiz bərabərdir 50%. Yəni 50% haşiyod parçalansa tarazlıq yaranır. Sonra deyir ki, tarazlıq halında neçə qram maddə var qabda. Deməli, bizim qabda 2 mol haşiyodumuz var tarazlıq halında. Deməli, yazırıq 2 vuraq. Haşiyodun nisbi molekul kütləsi 128-ə bərabərdir. 2 vuraq 128 qram. O da bizə verəcək, deməli, 256. Daha sonra qabda 1 mol hidrogen var. Qeyd edək, 1 mol hidrogen. O da bərabərdir 2 qrama. Daha sonra qabda 1 mol yod var. O da bərabərdir. Yodun nisbi molekul kütləsi olacaq 254. Və bunları toplayırıq. Deməli, 256 qram haşiyod, üstə gəl 2 qram hidrogen və 254 qram da yod. O da bərabərdir. Ümumilikdə 512 qram məhsul olacaq qabda tarazlıq anında. 25-ci sualda deyir, 1 litrlik qabda A və B maddəsi arasında reaksiya gedirsə alınır. Tənlik üzrə baş verən reaksiyanın sürəti 0,2-dir. 30 saniyə ərzində A maddəsinin qatılığı 25% azalarsa, onun başlanğıc qatılığını və alınan C maddəsinin miqdarını hesablayın. Reaksiya tənliyini yazaq. A üstə gəl B alınır buradan C maddəsi. Deməli, reaksiyanın sürəti 0,2-dir. Yazırıq V bərabərdir 0,2-yə. Saniyəmiz 30 saniyədir. T bərabərdir 30 saniyə. İndi baxaq ki, bu 30 saniyə ərzində A maddəsindən nə qədər sərf olunub. Deməli, C bərabərdir V vurulsun T düsturundan biz reaksiya sərf olunan A maddəsinin qatılığını hesablayaq. 0,2-ni vuraq 30-a bizə verəcək 0,6 mol bölünsün litr.
Deməli 0,6 mol bölünsün litir A maddəsi reaksiyaya sərf olunub. Deyir ki, onun 25% azalarsa başlanğıc qatılığını, yəni 0,6-nı biz 25% götürürüksə, x 100% olacaq. Deməli, buradan x bərabərdir 2,4-ə. Deməli, 2,4 mol bölünsün litr olub A maddəsinin başlanğıc qatılığı. Daha sonra deyir ki, neçə mol C maddəsi alınıbdır. Tənliyə baxırıq ki, A-la C 1-in 1-ə nisbətindədir. Yəni 1 mol A reaksiya daxil olanda 1 mol C alınırsa, deməli 0,6 mol A reaksiya daxil olsa, 0,6 mol da C maddəsi alınacaq. 26-cı sualda deyir ki, 2SO2 + O2 alınıb 2SO3. Reaksiyada deyir, düzünə gedən reaksiyanın sürətinin reaksiyanın sürət sabitinə bərabər olduğu anda oksigenin qatılığı SO2-nin qatılığına 8 dəfə çox olarsa, SO2-nin və O2-nin qatılığını hesablayın. Deməli, reaksiyanın kinetik tənliyini yazaq. V bərabərdir K vurulsun SO2-nin qatılığı. SO2-nin əmsalında 2 olduğuna görə üslü qüvvət şəklində göstərir. Vurulsun oksigenin qatılığı, yəni CO2-yə. Daha sonra deyir ki, oksigenin qatılığı SO2-nin qatılığına 8 dəfə çoxdur. Deməli, SO2-nin qatılığını x, O2-nin qatılığını isə 8x götürək. Sonra deyir ki, V və K bir-birinə bərabər olsun. Deməli, V ilə K bir-birinə bərabər olsa, bu o deməkdir ki, SO2-nin qatılığı ilə O2-nin qatılığı hasili bizə, yəni bu hissə bizə 1 verməlidir. Yəni 1-ə bərabər olmalıdır. Ona görə də qatılıqları hasilini 1-ə bərabərləşdirək. Bu zaman yazırıq. Deməli, SO2-nin qatılığı x kvadrat olduğuna görə yazırıq x kvadratı. Vuraq. Oksigenin qatılığı, yəni 8x-a o bərabər olacaq 8-in 8x-in kubu bərabərdir 1. Deməli, buradan x-imiz bərabər olacaq 0,125-ə. Deməli, x-imiz əgər, daha doğrusu x-in kubu 0,125-ə bərabərdirsə, x 0,5-ə bərabər olacaq. Deməli, SO2-nin qatılığı, onda CSO2 bərabər olacaq 0,5-ə. Oksigenin qatılığı isə bundan 8 dəfə çox, yəni 0,5 vuraq 8 bərabər olacaq 4-ə.